Salam müəllimlər. Deməli, EMAŞEM vəsaitindən olan kəsr məsələlərinin 51-ci sualından izahımıza davam edirik. 51-ci sualda deyir ki, 44 litrlik benzin bakının bakındakı benzinin 4/3-ü boşaldılır. Deməli, əgər benzin bakı 44 litr benzin tutursa və bunun 4/3-ü boşaldılırsa, nə qədər boşaldılmış olur? Yəni 44-ün 4-dən 3-ü boşaldılır da, bu da verir bizə 33. Biz ədədin hissəsinin tapılmasını keçmişik sizindən. Ədədin hissəsini tapmaq üçün həmin ədədi kəsrin məxrəcinə bölürdük, sürətinə vururduq. Kəsrin məxrəcinə böləndə 44-ü 4-ə böldüm 11, 11-də 3-ə vurdum, 33-ə bərabər olmuş oldu. Deməli, 44-dən 33 çıxacam, görüm hələ benzin bakında nə qədər benzin qaldı? 11 litr benzin nədir? Qaldı. Sonra nə deyir? Sonra baka qalan benzinin 11-də 7-si qədər benzin əlavə olundu. Qalan benzin nə qədərdir? 11 litr. 11-in də 11-də 7 hissəsi ilə 7 litrə bərabərdir. 7 litrə bərabərdir. Deyir ki, bundan sonra bakda neçə litr benzin oldu? Deməli, 11 var idi, 7 də əlavə olundu. Ümumi olaraq 18 litr neynədir? Benzin olmuş oldu. 52-ci suala baxırıq. 52-də deyir ki, ədədin, qoy buranı təmizləyim, deyir ədədin 3 misli ilə həmin ədədin 1/3-nin fərqinin 48 artığı. Bu nə deməkdir? Bəzən müəllimlər tənliyini yazarkən biraz çətinlik çəkirlər, amma hissə yazsaq, məsələn, ədədin hansı ədəddən söhbət gedir? Mən bu ədədi bilmirəm də, düzdür? Riyaziyyatda bilmədiyim hər şey mənim üçün məhsuldur. Yəni, x-dir. Deyir ədədin 3 misli. Burada x-in yerində bir ədəd olsaydı, məsələn 2 olsaydı, 2-nin 3 misli, 2-ni 3-yə vuraraq tapardım da, düzdür? Amma mən indi ədədimi bilmirəm, x-dir və bunun 3 misli də 3x-ə bərabərdir. Həmin ədədin, yəni bu x-in 3/1-nin fərqinin, yəni fərq nədir? Çıxmadır. 3/1-nin fərqinin 48 artığı. Artıq nədir? Toplamadır. Bu, həmin ədədin 4 mislinə bərabərdir. Deməli, ədəd x-dirsə, bunun 4 misli 4x-ə bərabər olur. Tənliyimizi rahat bir şəkildə yazmış oluruq. İndi bir yerdə görürsünüz ki, kəsir var və bu kəsiri buradan ləğv eləmək üçün hər tərəfi 3-ə vuraraq kəsir buradan yox olmuş olacaq. Deməli, bax, bu hissəni də 3-ə vururam. Bax, hər tərəfi 3-ə vuranda 3-ü 3-ə vururam 9x çıxılsın. Bu 3-dən bu 3 gedir, yerdə x qalır, üstə gəlinsin. 3-ü vururam 48-ə. 3-8-in 24, 2 yadda. 3-4-ün 12, 2 yadda 14. Bərabərdir 3-4-ün 12x-ə. İndi 144 yerində qalır, bərabərdir. 12x-dan 9-dan x çıxdım, elədi 8x. 12x-dan da 8x çıxında 4x qalır. Bunda x-in qiyməti neçəyə bərabər olacaq? 3-4-ün 12, 24-ün içində 4, 6-dır. Deməli, həmin o ədədimiz, deyilən ədəd 36-ya bərabərdir. Elə burada da deyir ki, ədədin özü neçədir? Ədədin özü 36 olacaq. 53-cü suala baxaq. Buranı təmizləyirəm, 53-cü suala bir yerdə baxarıq. 53-də deyir ki, 7-də 3-ü dolu olan çəndən 15 litr su götürüldükdə çənin 4/1 hissəsi dolu qalar. Deməli, çənimizin 7-də 3-ü doludur, düzdürmü? Yazaq bura. 7-də 3-ü dolu olan çəndən, yəni 7-də 3x-dir. Çıxaram 15 litrini, çünki çəndən 15 litr su götürüblər, düzdürmü? Və çənin 4/1 hissəsi su ilə dolu qalır. Bərabər olur 4/1x-ə. İndi bax 7 var. Burada təbii ki 1 var. Çünki əgər kəsirlərin içində hər hansı bir ədəd varsa, kəsir olmayan bir ədəd. Ədəd varsa, bu kəsirin məxrəcində 100% 1 dayanır. Düzdürmü? Çünki 15-i 1-ə böləndə ilə ədədin özü alınacaq da, 15-in özü alınacaq. İndi baxırıq. 7 və 4-də ortaq məxrəc 28 götürək. 28-i 7-yə bölürəm 4. Burada 28-i 1-ə böldüm 28. 28-i 4-ə böldüm 7. İndi vurub açırıq. 3, 4-ün 12 qız çıxılsın. 28-i vururam 15-ə. 44 yadda 10, 4 yadda 14. Üstünə gəlirəm 28-i. 0, 2, 1 yadda 3, 1 yadda 4. 420. Bərabərdir. 7-ni 1-ə vururam 7x. İndi 12x-dən 7x çıxanda 5x qalır. Bərabərdir. Mənfi 420. Bərabərliyin sağ tərəfinə keçəndə müsbətə çevrilir. Yəni, müsbət 420. X-i də tapmaq üçün 420-ni 5-ə bölürük. 42-nin içində 5 8 dəfə, 20-nin içində 5 4 dəfə. 84-ə bərabərdir.
Sən ümumilikdə neçə litr su tutur dediyinə görə x-imizin cavabı elə sənin tutumuna bərabər olur. Cavabımız oldu 84-ə bərabər. Deməli 54-cü sualda deyir ki, Kamal pulunun 5də 2-si ilə bir velosiped və 12 manatı ilə bir radio almışdır. Geriyə bir radio ala biləcək qədər pulu qaldığına görə bir velosipedə neçə manat pul vermişdir. Kamalın pulundan xəbərsizik, yəni Kamalın pulu bizim üçün məlum deyil, məhsuldur. Bu pulunun 5də 2-si ilə velosiped alıb. Pulundan çıxıram 5də 2-sini, yəni tam pulundan 5də 2-sini çıxıram və 12 manata radio alıb, 12 manatı da çıxıram. Geriyə də nə qalır? Bir radio ala biləcək qədər pulu, yəni 12 manat pulu qalır. Bax, tənliyimiz budur. Yenə də gördüyünüz kimi kəsir var və kəsiri yox eləmək istəyirəm. Onun üçün ortaq məxrəc 5 götürürəm. 5-i 1-ə 5, 5-i 5-ə 1, burada 5 və burada 5. 5-i x-in yazıram bura, çıxıram. 1-i 2-yə vururam 2, vururam x-ə 2x, çıxılsın 60 bərabər 60. 3x nəyə bərabər olur? 120-yə, x də bərabər olur 40-a. Kamalın ümumi pulunun məbləği 40 manatdır. Amma mənə deyir ki, bir velosipedə neçə manat pul vermişdi? Desəydi ki, Kamalın nə qədər pulu var? 40 yazardıq, amma variantlarda da 40 yoxdur. Amma velosipedə yəni pulunun 5də 2-si qədər pul verib. Yəni pulu da 40 manat olduğuna görə, 40-ın 5də 2-si qədər pul verdiyinə görə 40 ilə 5 ixtisar gedir 8, 2 8-in 16 nədir? Manat pul vermiş olub. Cavabımız oldu Y variantı. 55-ci sualda deyir, ədədin 5 mislinin 5də 1-i. İlk növbədə ədədin bu 5 misli necə yazılır və 5 mislinin 5də 1-i nə deməkdir, ona baxaq. Tutaqım ki, ədəd məhsuldur da, düzdürmü? Hansı ədəddən söhbət gedir? Bilmirəm. Bu ədədin 5 misli 5x-ə bərabərdir və bunun 5-dən 1 gördüyünüz kimi, yəni vurulsun 5də 1-ə də 5-lər ixtisar gedir, x-də vururam 1-ə x-in özü edir. Deməli, ədədin 5də 1-i ilə həmin ədədin özünə bərabərdir. Bildiniz necə? İndi mən bunu yazaq görək, cavabımızı alanda bir də yoxlama şəklində yazarıq, daha da aydın olar. Deməli, ədədin 5 mislinin 5də 1-i həmin ədədin, bax, x-in 5də 1-i elə x-in özünə bərabər oldu. Yəni 5x-in 5də 1-i x-in özünə bərabər oldu. Həmin ədədin 12 mislindən, hansının 12 mislindən? X-in 12 mislindən 132 vahid azdır. Bax, belə deyim də, gördüyünüz kimi x bərabər 12x yazıramsa, 132 azdır deyirsə, mən 132-ni çox olan tərəfdən çıxmalıyam ki, buradakı aza bərabər olsun. Yaxşı, indi buradan 11x, yəni mənfi 11x bərabər olur mənfi 132-yə, x də bərabər olur 1, bir də 2, 12-yə. X-in cavabı 12-dir. Düzdür? İndi gəlin yoxlamasını aparaq görək. Bax, bu hissəni başa düşməyiniz üçün yoxlamasını aparacaq. Deyir ki, ədədin 5 misli. Ədəd neçədir? 12-dir. Bunun 5 misli nəyə bərabərdir? 60-a bərabərdir. Düzdür? İndi həmin bu ədədin 5də 1-i. 60-ın da 5də 1-i yenə 12-yə bərabər oldu. Görsən, ədədim sonradan yenə özünə çevrilmiş oldu. Həmin ədədin 12 mislindən. Bax, 12-nin 12 misli neçədir? Yəni 12-nin kvadratı kimi başa düşürük də biz. 144. Bu 144 də 132-dən 12 vahid çoxdur. Yəni 132 çıxanda 2 və 1. Görsən, ona görə deyirəm ki, 12-ni 12-yə vurub 132 çıxanda burada 12 verir. Burada 12 verir. Bir-birinə bərabər olmuş olur. Ona görə də ədəd neçədir deyə soruşulursa, ədədimiz 12-yə bərabərdir. Cavabımız oldu Y variantına bərabər. 56-cı sualda deyir, 2 natural ədədin nisbəti 7 bölünsün 8 kimidir. Baxın, natural ədədlər deyirsə, nisbət deyirsə 7 bölünsün 8. Bunu belə də yaza bilərdim. 7-nin 8-ə nisbəti şəklində də yaza bilərdim. Çünki kəsr məsələlərinin izahında demişdim ki, bu işarə həm bölmə deməkdir, həm kəsir xətti deməkdir, həm də ki, nisbət deməkdir də bir-birinin. Bunlar üçü də eyni bir anlayış idi. 2 natural ədədin də nisbəti 7 bölünsün 8 kimidir. Yəni, birinə 7x deyirsən, birinə 8x deyirsən. Bu ədədlərin fərqi 14 olarsa. Fərqi də deyirsə, yəni bu böyükdən kiçiyi çıxanda
bizə fərq 14 verəcək. Yəni 8x-dən 7x çıxanda fərq olur 14. Buradan da x-in cavabı olur 14. 14-dürsə, məndən də böyük ədəd deyir, neçədir? Böyük ədədi soruşursa, aparıram bu 8-in yanındakı x-in yerinə qoyuram 14-ü. 8-i vururam 14-ə. 2, 1, 4, 8-in 32, 3 yadda. 8, 1-in 8, 3 də yadda 11. 112. Deməli, böyük ədədim neçədir? 112-yə bərabər. Deməli, 57-ci sualda deyir, ədədin 6-da 5-inin 2 artığı. Ədədimiz x-dir. Bunun 6-da 5-i 6-da 5x deməkdir. 2 artığı da, yəni üstünə 2 gəl. Həmin ədədin 1 vahid əskiyinə bərabərdir. Həmin ədəd hansı idi? X idi. X-in də 1 vahid əskiyinə bərabər olur. Bax, bu tərəf bu tərəfə bərabər olur deməkdir. Yaxşı. İndi buradan 6-nı yox eləmək üçün ortaq məxrəc 6 götürürəm. 6-nı 6-ya bölürəm 1. Burada 6, burada 6, burada 6. Hər dəfə deməyə ehtiyac yoxdur. Bunların məxrəcində 1 olduğunu siz bilirsiniz. Deməli, 5-i vururam 1-ə 5x, üstə gəlinsin 12, bərabərdir 6x çıxılsın 6. İndi, belə deyim də, buradakı mənfi 6-nı sol tərəfə keçirdək, müsbət olsun. 12-nin üzərinə 6 gəlirəm 18, bərabər olur x-ə. Deməli, x-imizin cavabı 18-dir. Söhbət deyir, hansı ədəddən gedir? Söhbət 18-dən gedirmiş. Gəlin yoxlamasını aparaq. Deyir, ədədin 6-da 5-inin 2 artığı. 18-in 6-dan 5-i neçə eləyir? 18-i 6-ya böldüm. 3, 3-ü vurdum 5-ə, 15. Və 2 artığı neçəyə bərabərdir? 17-yə. İndi görək, buranın cavabı 17-dir. Görək, burada mı 17 verir? Bəli, x-in cavabı 18 idi. 1 əskiyinə bərabərdirsə, bu da 17-yə bərabər olmuş olur. Cavabımız oldu C variantına bərabər. Deməli, 58-ci suala baxırıq. Deyir, Səbinənin pulu qardaşının pulunun 6-da 5-nə bərabərdir. Səbinənin 120 manatı olduğuna görə qardaşının nə qədər pulu var? Səbinənin pulu yazırıq bura. Səbinə, bir də qardaşı. Qardaşının x manat pulu var. Səbinənin də pulu qardaşının pulunun 6-dan 5 hissəsinə bərabərdir. Və deyir, Səbinənin 120 manat olduğuna görə. Həm də bu 6-da 5 hissə bərabərdə 120 manata. Deməli, belə nəticəyə gəlirik ki, 6-da 5 hissəsi 120 manat olan ədədi tapmış olmalıyıq. 6-da 5 hissəsi 120 manat olan ədəd, deməli 120-ni böl 5-ə vur 6-ya bərabərdir. 12-nin içində 5 2 dəfə, 20-nin içində 5 4 dəfə. 24-ü də 6-ya vuranda 6 4-ün 24 2 yadda, 2 6-ın 12, 2 də yadda 14. Deməli, qardaşının nə qədər pulu var deyirsə, qardaşının 144 manat pulu olmuş olur. Cavabımız oldu C variantı. İndi buranı təmizləyək. 59-cu suala keçək. 59-da deyir ki, Şəhla cib xərcliyinin 5-dən birini restoranda nahar edir. Qalan pulunun 6-da birini evə qayıdarkən taksiyə verir. Deməli, Şəhlanın pulu bilmirəm nə qədərdir. Bilmirəm nə qədər. Bunun 5-dən birini xərcləyir, restoranda xərcləyir. Və qalan pulunun 6-da birini. İndi qalan pul deyirsə, əgər 5-dən birini xərcləyibsə, qalan pul nə qədər olub? 5-də 4 olub da, düzdürmü? Və bu 5-də 4-ün 6-da birini deyir. Hissənin hissəsinin tapılması, bax, burada işimizə yarayır. 6-da 1. 4-dən 6 ixtisar gedir. Burada 2, burada 3. 3-ü də vururam 5-ə 15, 2 1-in 2. Deməli, əlavə olaraq evə qayıdarkən taksiyə pulunun 15-də 2 hissəsini verir. Və ümumilikdə 24 manat cibində pulu qalır. İndi görək Səbinənin ümumi pulu nə qədərdir? Buradan ümumi pulu tapırıq. Deməli, gördüyünüz kimi x-in məxrəcində 1 var. 5, 15-ə ortaq məxrəc ilə 15-in özünü götürürük. Bunun da məxrəcində 1 var. 15-i 1-ə bölürük 15, 15-i 5-ə bölürük 3, 15-i 15-ə 1 və burada 15. 15x çıxılsın 3x çıxılsın 2x bərabərdir. İndi 15-i gəlin 24-də vuraq. 4 5-in 22 yadda, 4 1-in 4, 2 yadda 6. Üstünə gəlirəm. 2 5-in 10, 0 1 yadda, 2 1-in 2, 1 yadda 3. 0 6 3. Deməli 360. 15-dən 3 çıxıram 12x, 12x-dən 2 çıxıram 10x. 10x nəyə bərabər oldu? 360. X-ə bərabər olur. Sıfırların sayı qədər rəqəm silirik 36. Deməli,
Şəhlanın 36 manat pulu var. Amma mənə nə deyir? Neçə manat pul xərclənmişdir? 36 manat puldan əgər cibində də 24 manat pulu qalıbsa, xərclədiyi pul cəmi 12 manatdır. Bax, bu formada hesablanacaq. Cavabımız oldu Y variantı. Deyir, 60-cı sual deyir, avtobus əvvəlcə gedəcəyi yolun 1/4-ni. Ümumi yolun uzunluğu nə qədərdir bilmirəm. Onu bilirəm ki, x-dir. X-dən 1/4-ni gedir. 1/4 x-ni gedir, düzdür? Sonra qalan yolu. İndi 1/4-ni gedibsə, qalan yol nə qədərdir? 4-dən 3-üdür də, düzdür? Və 4-də 3-ün 15-də 6-sını gedəcək. Gəlin burada ixtisarlarımızı aparaq. 3-ün özünə gedir 1, burada 5. 2-yə gedir 2, burada 3. Buranda 2, 5-in 10, 3, 1-in 3. 10-da 3-ünü də gedir və əlavə olaraq da 14 kilometr yol gedir. Sonra baxır ki, hələ yolun 3-dən 2 hissəsini gedib. 3-dən 2 hissəsini gedib. Heç bu x-i bura yazmağa ehtiyac yox idi. Niyə görə? X-i bura yazmıram. Ümumi olaraq, məsələn, bax, əvvəlcə 1/4-ni getdi. Sonra 10-da 3-ünü gedir. Çünki burada artıq çıxma yox, toplayacam. 1/4-ni getdi, sonra qalan yolun 15-də 6-sını, yəni 10-da 3-ünü getdi, sonra 14 kilometr getdi və baxdı ki, hələ yolun 3-dən 2-sini gedib. Hələ 3-də 1-i qalır. İndi mən də o 3-də 1 hissəsini tapmalıyam da, düzdürmü? İndi baxıram ki, Baxıram ki, burada nə etməliyəm? 4-ə, 10-a və 3-ə ortaq məxrəc 60-ı götürürəm. 60-ı 4-ə bölürəm 15, 60-ı 10-a bölürəm 6, burada 60 və burada 20. İndi vurub açıram. 15x üstəgəl 3 altın 18x üstəgəl 60-ı 14-ə vururam. Gör neçə eləyəcək? 6 4-ün 24 2 yadda, 6 1 6 2 yadda 8, yanına da bir dənə 0. Bərabərdir 40x-ə. İndi 840 yerində qalır, bərabər olur. 40x-dən çıxacam. 15 ilə 18-in cəmi 33 eləyir. 33 çıxacam buradan. 840 bərabər olur 7x-ə. X-in də qiyməti oldu 1. 14-ün isə 7 2 dəfə. Burada 0. 120. Ümumi yolun uzunluğu 120-dir. Bunun 3-də 2 hissəsi gedilib. Nə qədər qalıb? 3-də 1-i qalıb. İndi görək 120-nin 3-də 1-i nə qədərdir? 3-də 1-i 40-a bərabər olur. Yəni 40 kilometr. Burada cavabımız oldu Y variantı.